bir insan, bir Adem övladı, size qarşınızda durub danışan mən, Azərbaycan hökumətinin ərazisində nə qədər yer tutaram? Torpaq ərazisinə görə mənim ayaqlarım tutduğu yeri nə qədər nisbət verə bilərsiniz? 1% yeri mən əhatə eləmirəm. Doğrudur. Bu icmadır. Yaxşı, milyonda 1%-i mən əhatə etmiş oluram. Bu da məncə çoxdur. Deyirsiniz, yox, daha çoxdur. Milyarddır və s. kimi. Çünki sənin nisbətin yoxdur. Azərbaycan torpağında, ərazisində mənim nisbətim yoxdursa, Qafqazda bəs necə? Nisbət verə bilmirsən, düzdür? Bəs bütün dünyada mənim nisbətim nə qədərdir? Aciz qalırsan nisbət verməkdən. Deyirsən, sən heç nə deyirsən. Sənin bu dünyada nisbətin yoxdur. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Allahın kürsüsünün qabağında bu yerlər və göylər gözlə o tərəfi görünməyən səhrəyə atılmış bir pul, bir halaka, bir dairəvi bir pul qədər yer tutur. Allahın kürsüsünün qabağında, hansı ki, mənim nisbətim yoxdur bu yerdə, bu yerin özünün nisbəti bir dirhəm qədərdir səhrada. Allahın kürsüsünə nisbətən. Kürsünün ərşə nisbəti də o qədərdir. O zaman dünyanı ərşə nisbət eləmək olmur, yer olmur. Bu adam özünü heç dilə gətirməyə cəsarət eləmir. Və ərşin Allahın zatının qabağında qəti nisbəti yoxdur. Uca olan Allaha, heç Allahla bərabər tutulmayan, nəinki heç nisbəti olmayan birisinə sən necə ibadət sərf edə bilərsən? İxlasla.com saytı tərəfindən təqdim olundu.